Suraxanıda 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub. Martın 7-sində Suraxanı rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Konstitusiya və Suverenlik ili çərçivəsində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib. Eləcə də duaların qəbul olunduğu müqəddəs Ramazan ayında iftar süfrəsi açılıb. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Adil Əliyev, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatları Afət Həsənova, Sevinç Fətəliyeva, Qaya Məmmədov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçısının müavinləri, şəhid ailələri, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, ziyalılar iştirak ediblər. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, həmçinin vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev şəhid anaları başda olmaqla bütün xanımları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. O, Azərbaycan tarixində qadına verilən dəyər və hörmət ənənələrindən bəhs edərək Azərbaycan qadınının mehriban ana, qayğıkeş həyat yoldaşı, dövlət idarəçiliyində müdrik rəhbər olduğunu vurğulayıb. Ölkəmizdə dövlət qadın siyasətinin bünövrəsinin məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu çıxışında qeyd edən Adil Əliyev bu siyasətin prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. O qeyd edib ki, Azərbaycan qadınları dövlətin bütün strukturlarında ləyaqətlə təmsil olunur. Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxsaylı layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının zəngin mənəvi dəyərlərə malik olduğunun bariz nümunəsidir. Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Sevinç Fətəliyeva, şəhid Elzar Yusubovun anası Günəş Daşdəmirova, Azərbaycan televiziyasının aparıcısı Nailə Babayeva, Respublikanın əməkdar artisti Rayon Ağsaqqallar Şurasının sədr müavini Professor Ağalar Bayramov da bütün xanımları təbrik edərək ən xoş arzularını çatdırıblar. Qeyd olunub ki, böyük mədəni irsə malik olan Azərbaycan qadını çətin keçməkeşli inkişaf yolu keçib. Tali yüklü milli məsələlərin həllinə öz töhfələrini verən xanımlarımızın elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər onların çox böyük potensiala malik olduğunun təsdiqidir. Tədbirdə rayonun ictimai həyatında fəal iştirak edən qadınların bir qrupu Suraxanı rayon icra hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edilib. Eləcə də tədbirdə iştirak edən şəhid analarına və bütün xanımlara hədiyyələr təqdim olunub.